Hardayıq əziz izləyicilər? Balaxanda. Balaxandan ev axtaranlar videomu sona qədər izləyin. Sizin üçün gözəl bir həyət evini tapmışam. İnşallah ki, kim alsa, alana da, satana da Allah xeyir versin. Əziz izləyicilər, geniş qonaq otağı, geniş yataq otağı, mətbəxi geniş olsun, həyətyanı sahəsi böyük olsun deyirsinizsə, tam da sizə uyğun evdir. 6 sotda 4 otaqlı həyət evidir, yaşayışlı, şəxsi evdir və müəyyən əşyaları ilə satılır. Qiyməti isə neçəyə? 97.000 manatdır. Yəni qiymət də çox gözəl qiymətə satılır. Endirim də inşallah Evyəs tərəfindən olunacaq. Yəni bu evimiz bilirəm ki, tezliklə satılacaq, çox qalmayacaq. Təcili ev axtarırsınızsa, buyurun, əlaqə saxlayıb gəlib baxın. Qonaq otağımız 9-un 4-ə səhv eləmirəmsə, ola da rəqəm səhvli olsun, 9-un 4-ə tikilib. Ev ümumilikdə 12-12-yə zaten tikilib, 140 kvadrat sahəsi var. Burada qalacaq əşyalar bu qorxalardır, televizor altıdır və divanımızdır. Lustraları indidən deyin götürəcəklər, çılçıraqları. Çünki ev yəsdidir ki, təzə almışam. Yəni köçəndə bunları götürəcək. Bura dəhlizimizdir. Dəhlizimiz 3-3-ə tikilib. Burada da bir yataq otağı. Həmçinin bu da 3-3-ə tikilmiş yataq otağıdır. Bunu da vurğulayım ki, evimiz 4 tərəfdən qoşa daşla tikilib. Hətta qonaq otağı ilə dəhlizin arası da qoşa tikilmişdir. Burada 4-ün 5-ədir. Burada da bu mebellər qalacaq inşallah. Keçək sizə digər yataq otağımızı təqdim edim. Burada da 4-ün 6-ya tikilmiş yataq otağıdır. Market olaraq Almarket, Oba Market evdən 50 metr aralıdır. Yəni axşam da getsəz düz yolun qırağıdır, yola yaxındır. Avtobusda 105 nömrəli marşrut xəttidir. Dəyərli müştərilər, burada bu 2 yataq otağı götürüləcək, digər 2 yataq otağı isə qalır inşallah. Evimiz şəxsi, yaşayışlı evdir. Kommunallar hər biri var, qazı, su, işığı isə daimidir. Bura isə əziz izləyicilər evimizin mətbəx hissəsidir. Mətbəximiz də genişdir. Xanımlarımızın ən çox üstün verdiyi evdəki otaq. Bu evimizin arxa hissəsində olan həyətidir. İndi çölə çıxanda da onu sizə tam təqdim edəcəm. İndi isə gedək sizə həyəti təqdim edim. Bura evimizin girəcək dəhlizi, sanitar qovşağı ilə hamamı. Dəyərli müştərilər, evimiz 2009-dan tikilmiş evdir. Yəni 2009-dan da bu yana təmir olunmuyub. O halda belə evimiz səliqəli və qəti nəmişliyi yoxdur. Yəni nəmişliyi olan evlərə zaten daxil olanda nəmişliyin iyindən hiss eləmək olur. Gələn müştərilər də özləri inşallah görəcəklər. İndi isə gedək həyətimizlə sizləri tanış edim. Burada evimizin həyət hissəsidir. Evin ön hissəsində olan həyəti və bayaq da pəncərədən sizə evin arxa tərəfini təqdim eləmişdim. Yenə də gedib göstərəcəm. Avtobusda vurğuladığım kimi 105 nömrəli marşrut xətti evin 50 metr aralığından keçir. Burada gözəl bir meynəsi. Yəqin ki, meynə vaxtda qəşəng üzümləri olar. Burada kiçik əl damıdır. Həyət üçün sanitar qovşağıdır. Yağış da olsa evləri sizlər üçün təqdim edirik ki, siz də tezliklə evinizdə qovuşasınız. Bu da arxa tərəfə gedən yoldur. Qiymət 97.000 manatdır. Real alıcıya da inşallah Evyəs tərəfindən endirim olunacaq. Daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, səhifəmin əvvəlində qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz inşallah. Hər kim alsa, alana da, satana da Allah xeyir versin inşallah. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Səhifəmi takip edib videolarımı bəyənməyi unutmayın.